Salam əleykum, hər vaxtınız xeyir olsun. 44 günlük müharibədə ilk addımı bu da başlayan qardaşlardan biri də kəşfiyyat komandiri Məmmədov Zaur. Bizim gözəl qazi qardaşımızdır. İlk addımı bax buradan başlayıblar. Qazi, buranın bir zəhmət olmasa özün bir haqda məlumat ver, hara, hangi bölgədir? Qabaqda hərbi hissə var. Qabaqda hərbi hissə var. Hərbi hissəyə qədər döyüşə getmişik. Oradan hərlənib Araz qırağı şeydən keçmişik Qubadlıya. Hərbi hissə deyə çəkinə. Burada aradan görsənir deyə hərbi hissə. Aha, gördüyünüz kimi ilk hərbi hissə daha. Bu da irəlidədir. Bu da ilk döyüşlər döyüşə gedir. Həmən kəşfiyyat komandı qoca ləqəbli adının bu qardaşdır. O boyda döyüş yoldaşlardan sağ qalan biri də bax bu Məmmədov Zaur. Hərbi hissə deyə hə. Bax, gördüyünüz kimi hərbi hissə. Bax. Bax, binamon deyirdim. Bax, bu binanın gördüyünüz döyüş qardaşlardan Məmmədov Zaur qəhrəman oğuldur. Beyləqan rayon Dünyamallar kəndindən can qoyan qardaşlardan biri də budur. Həmən o hərbi hissədə ilk bax o da başlayır. Həmən gördüyünüz istiqamətdir. Bax deyə hə. Divarlara bax. Güllə yeridir. Bax divarlara. Həmən bax bu binada da gördüyünüz bax ha göstərirlər burada. Həmən güllə yerləridir. Allah cəm şəhidlərin hamısına rəhmət eləsin. Qazilərimizə, veteranlarımıza can sağlığı versin inşallah. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə şəfa versin. Allah veteranlarımızı qorusun. Amin. Əlində silah tutan ordumuzu qorusun. Günü bugün əlində silah tutan ordumuzu, yəni biz evdə rahat yatırıq, ancaq onlar bu günlərim vətənə keşiyində dururlar. Allah hər birinə kömək olsun. Allah millətimiz ordumuzu qorusun. Orada da bayraq var. Bir dənə bayrağı orada takmışıq. İnşallah indi orada gedəcəyik. Orada da var. Tamam eləyirik. Oldur. Allah bir daha da şəhidlərimizə rəhmət eləsin, qazilərimizə tezlik şəfaətinə nəsib eləsin inşallah. Zəhmət olmasa kanalımıza dəstək olaq, abunə olmağı və takip etməyi unutmayın ki, növbəti çəkişlərimizi çəkək, tanıyaq və sizlərə tanıtdıraq. Allah var eləsin sizlərə, Allah hər birinizə qorusun inşallah. Amin.